Böyük Qayıdış proqramına uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən Füzuli və Cəbrayıl rayonlarında özünə məşğulluq proqramına cəlb olunan bir qrup sakinə seçdikləri biznes istiqamətləri üzrə avadanlıqlar təqdim edilib. Verilmiş avadanlıqlar hesabına proqram iştirakçıları avtotəmizləmə, un məmulatlarının istehsalı, qadın gözəllik salonu və qəssab dükanı xidmətləri üzrə kiçik biznes sahələrini yaradıblar. Onu da qeyd edeyim ki, proqrama cəlb olunan vətəndaşlar ilk olaraq təlimlərə cəlb edilir, daha sonra qiymətləndirmə prosesində iştirak edirlər və nəhayət son mərhələ olaraq onlara müxtəlif istiqamətlər üzrə öz işlərini qurmaları üçün lazım olan avadanlıqlar təqdim edilir. Proqram iştirakçıları onlara göstərilən dəstəyə görə Prezident İlham Əliyevə təşəkkürlərini ifadə edib, özünə məşğulluq proqramı çərçivəsində qurduqları təsərrüfatlarını genişləndirməyə səy göstərəcəklərini bildiriblər. Gələn gündən də məşğulluğa müraciət eləmişik 6 ay ərzində. Avadanlığa görə, avadanlıq da gətirib veriblər, çox sağ olsunlar. Hər şeyi də götdük, hər şey yerindədir. Qabaq bir 5 il məşğul olmuşam Bakıda, şəhərdə. İndi burada da fəaliyyətimi davam etdirmək istedim. Arzularımız o üçün burada moyka aparatı ilə məşğul olmaq iş. Sakinlərə maşınların yuyub təmizləyib təhvil vermək yaxşı. Şəmkirdə baş vurmuşdum bu işə. Çox qürur vericidir ki, burada işlətmək daha qürur vericidir bu avadanlıqları. İnşallah xeyirli olar hər birimiz üçün. 2016-cı ildən mən professional şəkildə işləyirdim Şəmkirdə. Sonra bir tanışım məsləhəti ilə başvurdum, sözünüzü inanmırdım. Getdim fevralda başvurdum, tez bir zamanda cavab gəldi. Elə oldu ki, mən dərslərə Cəbrayılda qoşulası oldum. İndi də tez bir zamanda da avadanlığımızı gətirdiniz. Çox sağ olun. Cəbrayılə gələndən sonra bizi çağırdılar, ofisimiz var burada. Çağırdılar, Dövlət Məşğulluq Agentinin nümayəndələri gəlmişdilər. Orada soruşdular da kim nə işi üzrə iş istəyir, nə istəyir. Mən də o məmulatları, o işi bildiyimə görə müraciət elədim ki, mənə də avadanlıqlar versinlər. Çox şükür ki, müraciətimi qəbul elədilər. Allah köməyiniz olsun. Məni belə gözəl avadanlıqlarla təmin elədiniz. Qəssab üçün nə lazımdırsa, nə istifadə olunursa, hamısı xaladenikdir, həmin vitrin xaladenikdir, ət çəkən maşındır, kondisionerdir, stoldur, hamısı təmin olunur. Qeyd eləyək ki, Böyük Qayıdış proqramı çərçivəsində doğma yurtlarına köçürülən sakinlərdən özünə məşğulluq proqramı vasitəsilə kiçik təsərrüfatını quranların sayı artıq 262-yə çatıb. Onlardan 66 nəfəri Füzuli və Cəbrayıl rayonlarına köçürülmüş sakinlərdir.